Hörmətli tədbir iştirakçıları və dəyərli qonaqlar, icazə verin öncə sizin hamınıza bu müqəddəs məkanda bayraq meydanında ürəkdən salamlayaraq bayramınız mübarək olsun deyirik. Bu günləri başımızın üstündə dalğalanan bu üç rəngli bayrağımızda Azərbaycan dövlətinin himni var. Bu günləri başımızın üstündə ucalan bu üç rəngli bayrağımızda şəhidlərimizin qanı, qəhrəmanlığı var. Bu günləri başımızın üstündə ucalan bu üç rəngli bayrağımızda ulu öndərimiz Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı müqəddəs sözləri var. Bugün başımızın üstünde ucalan bu üç rəngli bayraqda göy Xəzərimizin laylası var. Dalğalan mənim üç rəngli bayrağım, sən mənim ürəyimsən, canımsan. Sən mənim dünyada səsimsən, kanımsan. Sən mənim müstəqil Azərbaycan adlı sönməyən çırağımsan. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev bayraq gününü tarixi hadisə kimi qiymətləndirərək demişdir: bayraq bizim milli qürurumuzdur. Mən inanıram ki, gün gələcək, Azərbaycanın müstəqilliyi tamamilə bərpa olunandan sonra bizim üç rəngli bayrağımız Qarabağda, Şuşada, Xankəndində dalğalanacaqdır. Yaşasın Azərbaycan bayrağı! İndi isə məruzə üçün söz tarix üzrə fəlsəfə doktoru, Litsey məktəbinin müəllimi Mürvət Abbasova verilir. Hörmətli tədbir iştirakçıları, bugün möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin bilavasitə sərəncamı ilə Respublikamızın hər yerində dövlət bayrağı gününə həsr edilmiş təntənəli mərasimlər keçirilir. Bizim bura toplaşmaqda əsas məqsədimiz bilavasitə Masallı İcra Hakimiyyətinin başçısının yaxından tədbirindən sərəncamı ilə dövlət bayrağı gününün qeyd edilməsindən bağlı tədbirdir. Hər bir dövlətin dövlətçiliyinin əlaməti olaraq onun rəmzi əlamətləri vardır. Bunlar dövlət bayrağı, dövlət himni, bir də dövlət gerbidir. Bildiyimiz kimi Azərbaycan müstəqillik əldə etdiyi 1918-ci ilin may ayının 28-də təzəcə formalaşmış Azərbaycan Demokratik Respublikası öz müstəqilliyinin əlaməti olaraq rəmzi əlamətlərini seçməli idi. 1918-ci ilin 9 noyabrında müstəqil Azərbaycan Respublikası ilk dəfə olaraq özünün üç rəngli bayrağını dövlət rəmzik olaraq seçib ayırdı. Lakin müstəqilliyimiz 23 ay sürdü. Azərbaycan Cumhuriyyəti süqut etdikdən sonra Sovetlər Birliyində dövlət əlaməti olaraq yeni əlamətlər, gerblər, himnlər qəbul edilmiş oldu. 1991-ci il 18 oktyabrda Azərbaycan müstəqilliyinə qədəm qoysa da hələ də keçmiş rəmzlərdən istifadə olunurdu. Dövlətimizin, müstəqilliyimizin rəmzi əlamətlərinin qəbul edilməsi
demokratiyanın təlmərəsi dövrünü yaşamaqdadır. Azərbaycan bayrağı üç rəngli bayraqdır. Üç rəngli bayraqdır. Bu üç rəngin hər birinin əlaməti vardır. Azərbaycan Respublikasının konstitusiyasında da təsbit olunmuşdur. Bildiyimiz kimi Azərbaycan bayrağının birinci rəngi göy rəng türkçülüyümüzün əlaməti kimi qəbul edilmişdir. Bayrağımızın ikinci rəngi qırmızı rəng müstəqilliyimizin, demokratiyanın əlamətidir. Bayrağımızın üçüncü rəngi göy rəng İslamçılığımızın əlamətidir. Bütün bu əlamətlərlə bərabər qırmızı rəngin mərkəzi hissəsində ağ rənglə haşilənmiş hər iki tərəfdə olmaqla aypara şəkli və ulduz təsvir edilmişdir. Müstəqil Azərbaycanın rəmzi əlamətlərini qəbul etdikdən sonra onun dünyada tanıdılması üçün çox işlər görüldü. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə dövlət bayrağı gününün qeyd edilməsi haqqında sərəncam imzalandı. 2009-cu ilin noyabr ayının 9-unda artıq dövlət bayrağı günü rəsmi olaraq qeyd edilməyə başladı. Azərbaycan Respublikası öz müstəqilliyini göylərə ucaltmaqdadır. Bunun rəmzi əlaməti olaraq 2010-cu ildə dəniz sahilində dünyanın ən hündür 162 metr hündürlüyündə dövlət bayrağı ucaldıldı. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının dövlət bayrağı özünün hündürlüyünə, özünün tutduğu sahəyə görə, bayrağın uzunluğuna görə, kütləsinə görə 2010-cu ilin may ayının 28-də Ginnesin rekordlar kitabına düşmüşdür. Mən onun rəmzi əlamətlərini sadalayıram. Dövlət bayrağının Stinger adlanan hissəsi 162 metr, bayrağın eni uzunu 70-35 metr olmaqla 2450 kvadrat kilometr sahəni əhatə edir. Təsadüfi deyil ki, dövlət bayrağının bu cür hündürlüyü, onun ağırlığı, çəkisi dünyanın heç bir dövlətində hələ indiyənə qədər qəbul edilməmiş bir əlamət kimi Ginnesin rekordlar kitabına düşmüşdür. Biz fəxr edirik və fəxr etməliyik ki, Azərbaycanda, müstəqil, demokratik Azərbaycanda yaşayırıq. Yaşasın demokratik, müstəqil Azərbaycan. Gün o gün olsun, üç rəngli bayrağımız işğal edilmiş, erməni qəsbkarlarının tapdağı altında olan Qarabağ torpağında ucaldılsın. Yaşasın Azərbaycanın müstəqil, demokratik bayrağı. Hörmətli tədbir iştirakçıları, indi isə sizi 9 noyabr bayraq günü münasibəti ilə Ucal bayrağım ucal ədəbi bədii kompozisiyası hazırlamışdı. Kompozisiyada Masallı Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq Teatrının aktyorlarına yanaşı Masallı Şəhər 1 saylı məktəbin şagirdləri, Masallı Şəhər Lisey məktəbinin şagirdləri və Şəhər 3 saylı Körpələr evinin uşaqları iştirak edirlər. İndi isə sizi həmin kompozisiya baxmağa dəvət edirik. Mənim nəvələrim, bugün doğma Azərbaycanımızda dövlət bayrağı günüdür. Burada rayonumuzda
hər birimiz üçün doğma olan doğma masallımızda gözəl bir məkandayıq. Bayraq meydanındayıq. Sizi bura gətirdim ki, Azərbaycanımızın müstəqilliyinizi tanıyasınız, əziz bağlarım. Siz də gələcəkdə bu müqəddəs ocağı, bu müqəddəs məkanı hər zaman ziyarət edəsiniz. Amma mən də istəyirəm bu bayraq günündə dövlət bayrağımızı vəsf edəm. Şənini vəsf etməyə yetər qüdrətim yetər. Ulduzunu, ayını göydən mələklər öpər. Hər rəngidə ya qazi, ya şəhid bir mən bitər. Sənə istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Sən arazın kürümün umuduna bələndin, səni ağlar göyçənin buluduna bələndin, Dərbəndin dərd içində sükutuna bələndin. Bu tayımda savalan, o tayımda ağrı dağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Cəngidə cövlan yerim, cövlanda can yerimsən. Barışda gül çiçəyim, savaşda qan yerimsən. Sən mənim iman yerim, mənim güman yerimsən. Dalğalı yelkənləri, yenikləşən yarpağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Sənsən azadlıq eşqi, sənsən hür deyəcəyəm. Sənə son nəfəsimdə belə ürəyimdir deyəcəyəm. Amma Şuşada sancıldığın daşa pir deyəcəyəm. Çəkəcəyəm köksümə kölgən düşən torpağı. Azərbaycan bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Ayşur balam, sən də şeir deyə bilərsən? Gəl. Çox sağ ol Ayşun qızım. Faik balam, sən də bir şeir bilirsən, sən də de. Dağları çək görmüşəm, bağları şək görmüşəm, vətəni gel görmüşəm, bayrağıma baxanda. Aferin. Hüsreyli bayrağım, biz səni seçdik. Uğrunda vuruşduq, odlardan keçdik. Önündə diz çöküb, öpüb and içdik. Vətən torpağından gücal bayrağım, dalğalan bayrağım, ucal bayrağım. Yüksələn bayrağım bir daha enməz, azadlıq günəşim bir daha sönməz. Bu haqqın yolundan millətim dönməz, vətən torpağından gücal bayrağım, ucal bayrağım, ucal bayrağım. Himnim, dilim, gerbim, bir də bayrağım, mənim azadlığım, mənim varlığım. Sizsiniz əbədi bəxtiyarlığım, vətən torpağından gücal bayrağım, dalğalan bayrağım, ucal bayrağım. Hər vaxt başım üstəsən, hər vaxt öndəsən, engin səmalardan heç vaxt enməsən, zəfər yürüşlərində öndə gedənsən, vətən torpağından gücal bayrağım, dalğalan bayrağım, ucal bayrağım, dalğalan bayrağım, ucal bayrağım. İndi Leyla balam, sən də bir şeir deyib bayraq günü münasibəti ilə, buyur. Bayrağım mənim, mavi al yaşım, bayrağım mənim, əyilmək başım. Ay sağ ol. Buyur Züleyxa, sən də de. Hamı xoşbəxt yaşasın, bu torpaqda güc alsın, üç el bayrağımız aya günə ucalsın. Ay sağ ol. Bayraq bizim üçün mənlik deməkdir. Bayraq
bayrağım, şöhrətim, şanım, mən sənə qurbanam, Azərbaycanım. Əbədiyyət aldın Ulu Heydərdən, yazıldın tarixə başdan yenidən, qovuşdun millətə, fəxr etdi vətən. Üç rəngli bayrağım, şöhrətim, şanım, mən sənə qurbanam, Azərbaycanım. Yaşılın Tanrının haqqın yoludur, mavi ulu Tanrının. Çiynimdə namusunu daşıdığım vətən, torpağın qədrini hər zaman bilirəm vətən. Şərəfini qoruyan sıravi əskərəm mən, bu sevgi ilə yaşayıram vətən. Bayrağınla qürur hissi duyuram mən, hey onu ən yüksək zirvədə görürəm mən. Bu bayraq düşmənimi məğlub görəcək, qələbə saatı şübhəsiz gələcək. Gözləyir Kəlbəcər, gözləyir Şuşa, əsarət çox çəkməz, bu inamla yaşa. Qələbə səbəb olar, məğrurluq bir alqışa, yurdumun sevinci həddindən coşub daşar. Torpağın üstünə kölgələr salan, mənim varlığımın cilası bayraq. Üç rəngli bayrağın kölgəsində mən Qaraca torpağı vətən görmüşəm. Zəfər güllərinin dövrü qədimdən bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim. Daim ucalasan savaş günündə, əskər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə, səni alqış üçün əylən görüm. Mən ulduzam həm də ayam. Mən ulduzam həm də ayam. Dalğananda ucalıram, qalibiyyətin vaniyam. Azərbaycan bayrağıyam, yol açıram səadətə. Mən şərəfəm bu dövlətə, xidmət etdim həqiqətə. İstiqlalın dayağıyam, Azərbaycan bayrağıyam. Ucadadır hər vaxt yerim, yurda bağlıdır talihim. Bu dünyadır mənim evim, haqq ədalət mənim yerim. Azərbaycan bayrağıyam. Gəlsin səndən bir səda, daim düşdün sən yada. Sən tanındın dünyada, Azərbaycan bayrağı. Əyildim sənə sarı, sən məndə eşqə inan. And etdi sənə ilham, Azərbaycan bayrağı. Müstəqillik rəmzisən, hər zaman qəlbimdəsən. Könüllərdə yaşasən, Azərbaycan bayrağı. Gəlsin bayraq meydanına, yığılsın millət. Şəhidlərimizin ruhuna and içək bu gün. And içirəm Babəkin günahsız kəsilmiş qanlarının ruhuna. And içirəm Nəsiminin hələbidə tökülmüş qanlarının ruhuna. And içirəm. And içirəm. Ulu öndərim Heydərimin ruhuna. Xalq inamı sevgisi çağlayacaq səsimdə. Sanımda birliyin ümid çırağı, məhəbbət yolundan bacalmalıyam. Eşit Ali Baş Komandanım, sən əmri verən günü mən üç rəngli bayrağımı Qarabağ torpağına sancmalıyam, sancmalıyam, sancmalıyam. Hörmətli tədbir işləşləri, bununla da 9 noyabr bayraq gününə həsr olunmuş böyük tədbir sona yetir.